hörmətli tamaşaçılar. Yaşadığımız era, yaşadığımız əsr tarixə psixologiya və informasiya əsri kimi daxil olur. Dünyanın hər yerində, o cümlədən də ölkəmizdə psixoloji xidmətə çox böyük ehtiyacın olduğunu hər kəs hiss edir. Bu məqsədlə müxtəlif təşkilatlar fəaliyyət göstərir. Bu günlərin studiyamıza Ülker Psixologiya Mərkəzinin rəhbəri Jalə Mirsabı dəvət eləmişik. Jalə xanım, xoş gəlmisiniz. Çox sağ olun Zülfə müəllimə. Biz istərdik ki, siz öz təşkilatınız haqqında, onun yaranması, fəaliyyəti haqqında tamaşaçılarımıza məlumat verəsiniz. Buyurun, zəhmət olmasın. Öncəliklə sizə və Zəngəzur TV-yə dəvət üçün təşəkkür edirəm. Fəaliyyətimizi dəstəkləyən Dövlət və Təhsil və Tibb müəssisələrinə də öz xüsusi təşəkkürümüzü bildiririk. Bizim fəaliyyətimiz Ülker Psixologiya Mərkəzi olaraq 2023-cü ildən başlamışdır. Fəaliyyətimiz tibb və təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislərin əməkdaşlığına, həmçinin təhsil sahəsində olan pedaqoji, həmçinin psixoloji fəaliyyətinə davam edir. Fəaliyyətimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tədrisi daha çox əsas belə deyim, davam edir ki, burada biz autizm, serebral paraliz, həmçinin belə deyərdimsə, ən çox da bu son dövrün aktual mövzularından olan Down sindromlu uşaqların tədrisi ilə daha çox fəaliyyətdəyik. İstəyirdik ki, təşkilat fəaliyyətə başladığı gündən bu günə qədər çox maraqlı bir-birinə layihələr həyata keçirmisiniz. Bu haqda tamaşaçılarımıza məlumat verəsiniz. Buyurun. Bizim fəaliyyətimiz cəmiyyəti maarifləndirilməsi üçün ödənişsiz olaraq, davamlı olaraq belə deyim, təhsil layihələrini həyata keçirir. İnklüziv təhsil mütəxəssisi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların pedaqoji baxım layihəsini cəmiyyət üçün təqdim etmişdim ki, bu layihə 2023-cü ildən bu günə kimi davam edir. Bu layihədə artıq 100-dən çox az təminatlı ailələrin evladları, həmçinin digər xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və özləri birgə iştirak edərək maarifləndirici, özlərinin sağlamlıq problemlərinə və təhsilləri ilə bağlı problemlərə cavab alaraq biz mütəxəssislərdən dəstək veririk. Yəni pedaqoji dəstək. Çox maraqlıdır. Əvvəl ona deyim ki, Ülker Psixologiya Mərkəzinin adı məhz Jalə xanımın yeganə evladının adı ilə adlanır. O çox istedadlı bir gəncimizdir və bugün bu xəttlə ona görə bunu xatırlatdım ki, siz gənclərlə, tələbə gənclərlə iş aparırsınız. Zəhmət olmasa bir neçə kəlmə bu barədə danışın. Bizim Ülker Psixologiya Mərkəzi fəaliyyətində həmçinin tələbələrin asudə vaxtının səmərəli təşkili üçün tələbə cəmiyyəti könüllülük prinsipi əsasında yaratmışdıq və bu cəmiyyət olaraq tələbələrimiz öz asudə vaxtlarında ingilis dili, şahmat, dil biliklərinin hər birini qeyd edə bilərik burada və həmçinin öz ixtisaslarına uyğun olaraq müəyyən hər hansı bir çətinlik çəkdikləri mövzular üzrə pedaqoji təhsilindən burada öz dəstəklərini götürə bilərlər. Bəli, çıxışınızda inklüziv təhsillə bağlı danışdınız. Bugün cəmiyyətdə bu geniş əks-səda doğuran bir haldır. Çox maraqlıdır ki, ilahi insanı yaradanda onu tam sağlam yaratdı. Gözəl, yaraşıqlı, sağlam. Amma zaman-zaman insan münasibətləri, təbiətdə olan hadisələr, ekologiyada tarazının pozulması və s. uşaqların qeyri-sağlamda olması prosesi daha çox sürətlənir. Eyni zamanda nəzərə alsaq ki, müxtəlif hadisələr zamanı da biz belə halına rastlaşırıq. Onda maraq doğurdu bizdə ki, necə oldu ki, Jalə xanım, siz yeni bir layihəyə imza attınız. Tibb və təhsilin birgə inteqrasiyası. İstərdik ki, layihənizin yaranması səbəbindən, mahiyyətindən, burada fəaliyyət göstərən spikerlərimiz haqqında, gördüyünüz tədbirlər haqqında biraz geniş məlumatlanaq. Buyurun. Çox sağ olun bu sual üçün. Təşəkkür edirəm. Öncəliklə bildirmək istəyərdim ki, layihəm ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr etdiyim tibbdə və təhsildə birgə inteqrasiya olaraq adlandırmışam. Layihə Ülker Psixologiya Mərkəzi fəaliyyəti olaraq davam edir. Bu günə kimi 2023-cü ildə təqdim etdiyim bu layihə bu günə kimi dövlət və özəl tibb və təhsil müəssisələri tərəfindən dəstəklənir və buna görə də spiker olan çoxsaylı bizim mütəxəssislərimiz burada iştirak edibdir, cəlb olunubdur və hər birinə öncəliklə təşəkkürümüzü bildiririk. O spikerlər arasında dəyərlimiz Zülfə müəllimə siz də varsınız, sizə də öz təşəkkürümüzü bildiririk.
Yəni belə deyərdim, bu layihə əsas məqsədi tibb və təhsil fəaliyyətində olan mütəxəssisləri bir araya gətirərək cəmiyyətə birgə maarifləndirmə. Yəni biz bilirik ki, təhsilsiz tibb, tibbsiz də təhsil davam edə bilməz. Yeganə layihədir ki, hər iki böyük elm sahəsini bir araya gətirir. Və bugünkü gündə biz artıq yüzlərlə tibb və təhsil müəssisələrində bu 2 il ərzində ödənişsiz maarifləndirici tədbirləri müvəffəqiyyətlə həyata keçirmişik. Bəli, əslində maraqlıdır ki, hər bir layihənin uğuru onu həyata keçirən komandadan asılıdır. Bəli. Və mən istəyərdim ki, siz bu barədə həm komandanızdan, həm də keçən daha böyük konfransınız haqqında bir məlumat verəsiniz. Çox sağ olun. Bizim bu layihədə bizim dəyərlimiz akademik Yaşar İbadov, hansı ki, Yaşar İbadov 21-ci əsrin alternativ psixologiya elminin banisi olaraq tanınır və həmçinin o Azərbaycanın fəxri olaraq Oxford Akademiyasının Nəzərdə. nəzdində fəaliyyət göstərən departament rəhbəri olaraq fəaliyyət göstərir və mən də çox şadam ki, Yaşar İbadov kimi, həmçinin Zülfiyə Vəliyeva kimi və dəyərlimiz pedaqogika üzrə fəlsəfə doktoru Sədaqət Rəhimova kimi dəyərli mütəxəssislərin dəstəyi ilə bu layihəni müvəffəqiyyətlə həyata keçirirəm. Bizim layihəmiz demək olar ki, 2023-cü ildən fəaliyyətə başlamışdı. Ancaq ilk olaraq konfrans kimi cəmiyyətə öz təqdimatımızı Qəbələ Mədəniyyət Mərkəzində 2024-cü il təqdim etdik. 2025-ci ildə bizə cavab göndərildi və 2025-ci ilin 20 sentyabrında çoxsaylı insanların iştirakı ilə dəyərli elm xadimlərinin, tibb mütəxəssislərinin, təhsil mütəxəssislərinin, dövlət xadimlərinin dəstəyi ilə bu konfrans müvəffəqiyyətlə tamamlanmış. Bəli, mən də o konfransda iştirak edən bir spiker kimi, bir şahid kimi bir şey mənim üçün maraqlı oldu ki, burada iştirak edən psixoloqlar, pedaqoqlar, təsirçiləri, ümumiyyətlə təhsil təşkilatçılarının hamısının çox böyük marağına səbəb oldu. Ona görə ki, bugün bizim duçar olduğumuz neqativlərin aradan qaldırılması, xüsusən gənclər arasında müəyyən xəstəliklərin və vərdişlərə qarşı birgə aparacağımız fəaliyyətin əks sədasını gördük. Və şübhəsiz ki, ayrı-ayrı yerlərdə, hansısa universitetlərdə keçirdiyim tədbirlərdən Bəli. istəyərdim danışasan. Tibb və təhsildə birgə inteqrasiya layihəsi Azərbaycanda fəaliyyət göstərən dövlət universitetlərində, həmçinin dövlət kolleclərində müəyyən təlimlər, seminarlar, konfranslar olaraq öz fəaliyyətini davam etdirməkdədir. Bu günə kimi Bakı Avrasiya Universitetində, həmçinin ən çox bizə dəstək olan, fəaliyyətimizi dəstəkləyən Bakı Baza Tibb Kollecləri, hansı ki, bizim fəaliyyətimiz təhsil sahəsində olsa da, tibb sahəsinə böyük bir, belə deyim, artıq bizim orada olmamız, layihəmizin dəstəklənməsi bizim üçün çox böyük uğur sayıldı və digər universitetlərdən biz görüşlər həyata keçirdik. Pedaqoji Universitet, Bakı Dövlət Universiteti, İqtisadiyyat Universiteti, həmçinin bizim çox uğurlu bir görüşümüz İqtisadiyyat Kollecində də müvəffəqiyyətlə başa çatdı. Bunlar hər biri həm bizim spikerlərin bizə göstərdiyi dəstəklə, həmçinin də dövlət dəstəyi ilə həyata keçirildi. Bəli, bu günlərim Azərbaycan və Türkiyə arasında çox maraqlı layihələr həyata keçirilir. Və onların biri də EYDO təşkilatla bağlıdır. Bəli. Əslində biz sizi təqdim edəndə bir də onu istərdim elan eləyək ki, Azərbaycanda 18-ci ildən fəaliyyət göstərən EYDO təşkilatında bizim çox dəyərli əməkdaşlarımız olub, rəhbərlər olub. Gülruh xanımın adını çəkməmək mümkün deyil. Bəli. İlham xanımı və digərlərinin artıq onlar o qədər püxtələşiblər ki, Bəli. bu bizim uğurumuzdur təbii ki və onlar özləri üçün daha yeni addımlar atmağa daha cəsarətlidirlər, daha hazırlar. Bəli. Və bir xəbər eşitdik ki, bizim bu layihə ilə əlaqədar olaraq Bəli. bu EYDO təşkilatının rəhbəri Adəm Xocanın diqqətini cəlb edib. Bəli. Bu sənə Azərbaycan üzrə EYDO-nun təmsilçisi elan elədi. Bəli. Əlbəttə bu sevindirici bir haldır. Məqsəd də aydındır ki, daha yeni bir gənc sima və bu təşkilatla birgə fəaliyyət. Zəhmət olmasa bir neçə kəlmə bu barədə. Çox sağ olun Zülfə müəllimə.
Azərbaycanda fəaliyyət göstərən EUDR Azərbaycan təhsil təmsilçisi seçilməyim mənim üçün də həqiqətən çox fərqli bir hiss oldu. Çünki uzun illərdir təhsildə olduğum üçün açığı belə mənim üçün bu bir dəyər oldu və mən bu gün Azərbaycanda olan EUDR təhsil təmsilçisi olaraq bizə müraciət eləyən bütün psixoloq, pedaqoq və təhsil işçilərinin hər birinə öz dəstəyimizi göstərməyə hazır olduğumuzu burdan çatdırıram və mənim ən çox da müraciətim hər zamanki kimi bizim layihənin qardaş ölkə olan Türkiyədə də cəmiyyətə çatdırılması üçün öz dəstəklərini və birgə əməkdaşlığımızı orada da gücləndirmək üzrədir və əlbəttə ki, Ulu Öndərin əbədi xatirəsini hər bir yerdə, nəinki Azərbaycanda, qardaş Türkiyədə və dünyanın hər bir yerində istəyərdik ki, təhsil və tibb üzrə yazılan, qeyd etdiyim bu layihə əsasında daha geniş, belə deyim, konfranslar olaraq təqdim edək və EUDR bizim üçün bir təhsil pəncərəsidir deyərdim və orada gözlənilən uğurlar məncə öndədir, irəlidədir. Çox gözəldir. Təbii ki, hörmətli tamaşaçılar, yeni əsrin, yeni eranın ən böyük qayğısı insanların gənc, sağlam nəsil formalaşmasıdır. Və burada xüsusən psixoloqların, müəllimlərin, hər bir insanımızın xüsusi rolu var. Azərbaycanın bir də uğuru, xoşbəxtliyi ondadır ki, dünya arenasında yeni bir elmin, alternativ psixologiya elminin müəllifinin Yaşar İbadovun, akademik, tibbi bioloji elmlər doktoru, professor, dünyanın 8-dən çox ölkəsinin akademiki, həqiqi və fəxri üzvü və ən nəhayət Oxford Akademiyası nəzdində departamentinin elmi ilə bağlı açılması bu Azərbaycan xalqının, bəlkə də Türk dünyasının ən böyük uğurudur və bu bizə imkan verəcək ki, biz bu sahədə, yəni gənc nəslin sağlam böyüməsində, onların psixoloji problem həlli yolunda bərabər şəkildə həm EUDR, həm Jalə xanımın təşkilatı və digər adını çəkib çəkmədiyim bütün istedadlı psixoloqlarımızın birgə fəaliyyətini təşkilatına təkan verəcək və uğurumuza imza atacağıq. Təşəkkür edirəm. Çox sağ olun Zülfiyə müəllimə. Fəaliyyətimizi dəstəkləyən dövlət və özəl tibb və təhsil müəssisələrinə, dəyərli mütəxəssislərə, akademiklərə, sizin kimi gözəl ziyalı, pedaqoji fəaliyyəti daima cəmiyyət üçün dəyərli olan əzizimiz Zülfiyə müəllimə, sizə də öz təşəkkür edirik və bizim bugünkü layihəmizi öz diqqəti ilə və bizi dəvəti ilə gözləyən Zəngəzur TV-yə təşəkkürümüzü bildiririk. Diqqətiniz, dəyəriniz, səmimiyyətiniz üçün minnətdarım.